Allahu Ekber, Allahu Ekber. La ilahe illallah. Elhamdülillahi nahmeduhu ve nesta'inuhu ve nestağfiruh. ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له فمن يضلله فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله أما بعد فيا عباد الله اتقوا الله واطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم أحسنوا إن الله يحب المحسنين صدق الله العظيم وإلى آخر آية. Möhtərəm müminlər, değerli kardeşler, bugünkü xutbəmiz ehmalkarlıq göstərərək borcunu gecikdirməyin vəbalı günahı haqqında olacaqdır. İslamda hər əməlin hökm və qaydası, ədəbi olduğu kimi borçlanmağın və borçlanan bir insanın da diqqət etməsi gərəkən ədəblər və hökmlər mövcuddur. Hansı gözəl əməl olursa olsun, onun əsl gözəlliyi tətbiq edilməsindəki mükəmməllik və ixlas nəticəsində ortaya çıxar. Buna görə də Allah Teala Bəqərə surəsinin 195-ci ayəsində yaxşılıq edin, şübhəsiz ki Allah muhsinləri, yaxşılıq edən, ehsan edənləri sevər deyə buyurmaqdadır. Borc və borçlanma haqqında əslində bizim əvvəlki illərdə bir xutbəmiz olub. O xutbədə borc verməyin fəziləti haqqında, imkansız birinə yaxud da borçlu olana yardım göstərilməsi barədə dinimizin əsaslarını və Peyğəmbərimiz Əleyhisselamın təşviqlərini anlatmışdıq. Ancaq bugün istəyirəm ki, daha çox borçlanan bir insanın diqqət etməsi vacib olan məsələlər barəsində sizlərə məlumat verək. Fərqi yoxdur. Pul borcu olsun və ya mal alsın, əşya alsın, onun qarşılığında borcu olsun. Qardaşlar, borc və borçlanma haqqında dinimiz tərəfindən həssas ölçülər qoyulmaqdadır. Çünki borc vermək də bir ibadətdir və bu ibadətin davamı borçlanan və borc verən olmaq üzrə iki tərəf üçün məcburi prinsiplərə riayət edilməsinə bağlıdır. Səmimi olaraq ödəmək niyyəti ilə borc alan və ya borçlanan kimsəyə Allah Teala ödəməsi üçün yardım edər. Əgər borçlu sıxıntılara səbr edib, istismar və sui-istifadə etmədən borcunu ixlasla ödəməyə çalışarsa, Allah bu ixlası və çalışması nisbətində ona asanlıq və çıxış yolu ehsan eləyər. Hz. Peyğəmbərimiz Əleyhisselam borcunu ödəməyən, borcunu ödəməkdə laqeydlik göstərən, səbəbsiz yerə gecikdirən bir şəxsin çox təhlükəli bir vəziyyətə düşəcəyini bildirərək hədis şərifdə belə buyurur. Kim ödəməmək məqsədi ilə borca girərsə, Allahın huzuruna oğru olaraq çıxar. Yəni, sadəcə ödəməmək məqsədi ilə deyil, alıb da səbəbsiz yerə vermirsə, gecikdirirsə, bunların içərisinə girməkdədir. Qardaşlar, onun üçün də borcu olan birinin borcunu ödəyə bilməməsi halında, öhdəsində sata biləcəyi mal varsa və onu satmayaraq borcunu ödəməzsə məsuliyyət daşıyar. Yəni, borçlu hər hansı bir çarə tapa bilmədiyi zaman çox həyati əhəmiyyəti olmayan imkan və əmlakını satıb borcunu ödəməyə çalışmalıdır. Adam gedib borcunu istəyəndə aylardır, illərdir borcunu verməyən bu borçlu
elə sifət göstərir ki, borçlu qalıb qıraqda, borç sahibinin üzü qızarır. Qardaşlar, həqiqətən də ödəməyə pulu olmayan bir insanı başa düşmək mümkündür. Niyə gecikdirir deyə. Amma ən azından gedib borcun sahibindən borcunu gecikdirdiyi üçün halallıq istəməlidir. Halallıqla möhlət almalıdır. Aylarla, illərlə borcunu unutmamalıdır. Sanki borcu yoxmuş kimi davranmamalıdır. Həm borcunu ödəmir, həm də gedib halallıq almır. Möhlət istəmirsə, işlətdiyi o mal, yediyi o pul ona halal deyil. Əgər özünü mömin sayırsa, ona halal deyil. Bir kimsə həm borçlu olub, həm də yaşayışı lüks, bahalı və israf içərisində davam edirsə və nəticədə də borcunu ödəyə bilmirsə, bu hal qul haqqıdır və məsuliyyəti gərəkdirir. Borçlu xərcləmələrinə bəzi məhdudiyyətlər gətirməlidir. Xüsusilə çox məsrəfdən, çox pul xərcləməkdən qaçmalıdır. Borcunu ödəyənə qədər dişindən, dırnağından artıraraq borçlu olduğu şəxsin haqqına riayət etməlidir. Belə olmayıb, işin içərisinə nəfsani məqsədlər girərsə, ilahi rəhmət aradan qalxar və qul haqqı meydana gələr ki, bu qul haqqı da Allah Taala'nın bağışlamadığı bir xüsusdur. Bağışlamadığı iki günahdan biridir. Bununla birlikte bir şey de unudulmasın ki, laqeydlik və ehmalkarlıq, səhlənkarlıq göstərərək, bilərək borcu gecikdirənin qidası haramla qarışmış deməkdir. Bir də ödəməmək məqsədi ilə borca girmək, borc almaq isə böyük bir axirət fəlakətidir deməkdir. Belə bir xətanı işləyənlərə Peyğəmbərimiz Əleyhisselamın bu xəbərdarlığını bir kere daha təkrarlayaq. Kim ödəməmək məqsədi ilə borca girərsə, Allahın huzuruna oğru olaraq çıxar. Çünki, qardaşlar, heç kim nə vaxt öləcəyini bilmir. Belə bir xəta və qəflət içərisində borçlu olduğumuz halda bir vaxtda anidən ölüm gələrsə, Allahın huzurunda görəcəyimiz münasibət oğru hökmündə olar. Yenə bir hədis şərifdə mümin olan bir insan üçün məsələnin Allah qatındakı əhəmiyyətini, ciddiyyətini açıq şəkildə bildirməkdədir. Buyurulur ki, hədis şərifdə, kim ödəmək niyyəti ilə insanlardan bir mal alarsa, Allah onun borcunu ödəyər, yəni ödəməsini asanlaşdırar. Kim ki ziyan etmək, yəni ödəməmək niyyəti ilə xalqın malını alarsa, yəni borçlanarsa, Allah onun malını dünyada ikən məhv eləyər. Qardaşlar, bu bir xəbərdarlıqdır. Ona görə də Hz. Peyğəmbər Əleyhisselam üzərində başda borc olmaqla birlikdə qul haqqı olan kimsələrin, qardaşlar, Peyğəmbər Əleyhisselam üzərində başda borc olmaqla birlikdə qul haqqı olan kimsələrin bu dünyada ikən haqq sahibləri ilə halallaşmasını əmr etməkdədir. Buyurur ki, kimin üzərində qardaşına qarşı irs və ya başqa bir şey səbəbi ilə haqq varsa, dinar və dirhəmin, pulun, paranın olmadığı qiyamət və hesablaşmanın olacağı gün gəlmədən əvvəl burada olarkən halallaşsın. Əks halda o gün salih bir əməli varsa, o zülmü nisbətində ondan alınar. Əgər savabları yoxdursa, haqqına girdiyi yoldaşının günahından alınar, ona yüklənər. Qardaşlar, ona görə digər ibadətlər və fəzilətlər kimi borc vermə ibadətini də yaşatmaq məcburiyyətindəyik. İctimai, sosial yardımlaşma olması üçün İctimai, sosial balansı saxlaya bilməkdən ötər, qardaşlar. Borc vermə ibadətini də yaşatmaq məcburiyyətindəyik. Sabah əbədi yurdumuza yola düşdüyümüz vaxt nə varlının əlində belə bir fürsət, nə də möhtacın əlində belə bir ehtiyac qalacaq. İmkanı uyğun olanlar bəzi bəhanələrlə
borç vermə ibadətini tərk etməməlidir. Buna müqabil, borclanan kimsələr də fərqli sıxıntılarını bəhanə gətirərək borcunu ödəməyi ehmal etməməli və beləsi fəzilətli, ictimai bir ibadəti zədələməməlidir. Ona görə borc alan yaxud borclanan bir şəxs bu xüsuslara diqqət eləməsi lazımdır, qardaşlar. İndi sayacağım xüsuslara diqqət eləməlidir. Zərurət olmadıqca borca girməməli, kifayət miqdarı borc almalı, borçlu olduğu halda bahalı və israf xərcləmələr etməməli, borcunu ödəmək niyyəti və əzmində səmimi olmalı və bundan ötəri çalışmalı. Borc sahibinin yaxşı niyyət və gözəl davranışından, yəni üzü yumşaqlığından, borcunu istəməyə utanmasından suyu istifadə etməməli, ödəmə vaxtını gecikdirməməli, gecikmək kimi bir hal meydana gələrsə, icazə, halallıq və möhlət istəməli və borcunu əsla axirətə saxlamamalıdır. Bu borc, qardaşlar, istər pul borcu olsun, istər mal borcu olsun, istər alış-veriş və ya görülən işin borcu olsun, fərqi yoxdur, qayda eyni qaydadır. Dəyərli din qardaşlarım, son olaraq bunları qeyd edeyim ki, borc məsələsi elə bir haqdır ki, Peyğəmbərimiz əleyhissalam borcu olan birinin cənazə namazını belə qıldırmamışdır, qardaşlar. Yəni, bu şəkildə, bu səviyyədə bir haqdır. Peyğəmbər əleyhissalam soruşardı, borcu var mı deyə. Varsa borcu, o borc ödənənə qədər. Yaxud, borca kimsə vəkil durana qədər namazı qıldırmazdı. Biz də çalışaq ki, borc məsələsində Allahın huzuruna oğru kimi gedənlərdən olmayaq. Onun üçün bu xutbəni dinlədikdən sonra bir kere daha düşünək. Kimlərə borcum var? Unudub və ya qəsdən kimin borcunu nə qədər vaxtdır gecikdirirəm? Borcumu bu qədər vaxt gecikdirdiyimə görə borc sahibindən icazə, möhlət və halallıq almışammı? Ümumiyyətlə, kiməsə borclanarkən aldatmaq, gec ödəmək, əskik ödəmək niyyətində oluram, yoxsa aldığımı ödəmə səmimiyyəti ilə mi alıram? Çünki səmimi ödəmə niyyəti ilə borclananın vəkili Allahdır, qardaşlar. Allah həmin adama yardım eləyər. Ona görə də, qardaşlarım, lütfən bu dünyadan Allahın huzuruna oğru kimi getmək istəməyən kimsə borc məsələsində diqqətli olsun. Ələ innə əhsənəl kəlam və əbləğən nizam kəlamullahil məlikil azizil allam.